Noyabr taylı yüklü bir ay olacağını vəd edir. Burada tayliyin uzun müddət bağlı qalan qapıları açacağı gözlənilir. Dörd bürc bu dəyişiklikləri xüsusilə dərindən hiss edəcək və həyat onları xoşbəxtliyin çoxdan gözlədiyi yerə qaytaracaq. Əqrəb, mövsümünüzdə qədəm qoyursunuz və kainat bu dəfə səxavətlidir. İtirilmiş kimi görünən şeylər geri qayıdacaq və noyabr ayı sizə hər şeyin bir araya gələcəyi bir an verəcək. Kimsə sizi xatırlayacaq, kimsə haqlı olduğunuzu etiraf edəcək və taylı sizə artıq şübhə etməyə ehtiyac olmadığına dair bir işarə göndərəcək. Xoşbəxtliyinizdə yeni bir fəsil başlayır. Qız bürcü, çox şübhələrdən sonra nəhayət ki, yeni bir həyatın başlanğıcını görəcəksiniz. Noyabr ayı lazımsız insanları və vəziyyətləri aradan qaldıracaq. Yalnız həqiqətən sizə məxsus olanları saxlayacaq. Dəyişiklikdən qorxmamaq vacibdir. Bu sabitliyinizi əlinizdən almayacaq. Əksinə sizə yeni bir forma verəcək. Dolça, noyabr ayınız hadisələrlə dolu olacaq, amma bunların arasında hər şeyi dəyişdirəcək bir an olacaq. Bu görüş təsadüfi söhbət və ya gözlənilməz bir fürsət ola bilər. Ayın enerjisi sizi köhnə şikayətlərdən əl çəkib yeni xoşbəxtliyə yol açmağa sövq edəcək. Oğlaq, uzun müddət davam edən stressdən sonra ürəyiniz xoşbəxtliyin incə pıçıltısını eşidəcək. Noyabr ayı yalnız uğur deyil, həm də sülh və möcüzələrə inam gətirəcək. Bəzi oğlaqlar çoxdan gözlənilən sözləri eşidəcək, digərləri isə düzgün istiqamətdə irələdiklərinə dair bir işarə alacaqlar. Bu ay sevinmək və hətta xoşbəxtlikdən ağlamaq qabiliyyətinizi bərpa edəcək və noyabrın əsl sehri də burada gizlənir.